nəticəsidir. Buyur. Rəbiət ibn Kəb. Rəbiə bir nəfər Peyğəmbərin ətrafında olan müsəlmanlardandır. 7 il Peyğəmbərə xidmət eləyib. Nə əlindən gəlib qulluq eləyib. 7 il. Həzrət buyurdu ki, günlərin birində, dedi, Rəbiə, 7 il zəhmət çəkibsən, xidmət eləyibsən, heç bir şey istəmirsən məndən? Dinmədi. Ağa buyurdu, niyə dinmirsən? Dedi, icazə ver, fikirləşim. Peyğəmbərdən öyrənib də. Belə deyil ki, hər kəs Peyğəmbərin yanındadır, elə yaxşı olar. Yaxşısı da var, pisi də var. Adam var, Peyğəmbər danışanda heç qoymurdu sözü qutara, etiraz eləyirdi. Elə o da sahabə idi. Sahabənin ağıllısı da var idi, cici də var idi. Mümini də var idi, münafiqi də var idi. Sahabənin münafiqi olmasaydı, bu münafiq ayələri 100 ildən sonraya gəlirdi. Və münafiq ayələri kimə gəlirdi? O ki deyirdi, Peyğəmbər, bunların sözünə inanma, bunlar münafiqdilər. Kimi deyirdi? Kafirləri, kafir idi. Müşrik idi. Münafiq oydu ki, Peyğəmbərə deyirdi, sənnənəm, amma içində ondan döydü, yalan deyirdi. Münafiq oydu ki, iman gətirmədi, dayandı, baxdı, gözlədi, gördü yox, deyəsən oyan ağırladı, siyasi iman gətirdi. Onlar hamısı münafiq idilər. Ürəkdən iman gətirmədilər. Onlara nazil olan ayələr idi o. Ona görə də deyir ki, bu cavab vermədi. Fikirləşdi. Dedi, qoy fikirləşim. Durdular, getdilər. Sabahları Rəbiə sübh gəldi. Həzrət buyurdu ki, çox oldu. Dünəndən fikirləşir. Həzrət buyurdu ki, Rəbiə, fikirləşə bildin? Dedi, ya Rəsuləllah, fikirləşmişəm. Səndən xahişim budur ki, Allahdan istə, qiyamətdə də sənin məhzərində olum. Cənnətdə də sənin yanında olum. Həzrət baxdı, dedi, kimi öyrətdi bunu sənə? Dedi, özüm fikirləşdim. Fikirləşdim ki, bir mal istəyim, o axır qutaracaq. Fikirləşdim ki, bir 10 il, 15 il, 20 il, 30 il ömür istəyim, axır dünya qutaracaq. 100 ildə olsa axır qutaracaq. Fikirləşdim ki, bir şey istəyim ki, əbədi olsun. Ona görə də mən xahiş edirəm ki, Allahdan mənə bunu istə. Peyğəmbər də dua elədi. Peyğəmbər də yazıda belədir ki, bir qədər sakit qaldı. Bir qədər sakit qaldı. Sakit qalandan sonra buyurdu ki, əf'alu zalikə. Eləyərəm bunu. Bu duanı eləyərəm. Fə'inni bi kəsrəti sucud. Amma sən də mənə bir kömək elə. Bu işin düzəlməyinə. Nə eləyim? Həzrət buyurdu ki, çox səcdə elə. Çox səcdə ilə bu işin düzəlməyinə kömək elə. Elə belə deyir. Çünki insanın ən yaxşı halı Allaha, ən yaxın hal insanla Allah arasında səcdədir. Səcdədən yaxın hal yoxdur. Ona görə də insan gecə, gündüz, vaxt, bevaxt, hər yerdə mümkündür. Səcdə eləyəndə Allahın xoşu gəlir, şeytanın acığı gəlir. Hədislərdə var, insan səcdə eləyəndə şeytan başına vurur. Deyir, bu səcdə ilə cənnətə gedəcək, mən səcdə eləmədim, cəhənnəmə gedəcək.
Çünki şeytan əsas məsələ oradan başlandı da. Dedi mən səcdə eləmərəm.